Salam uşaqlar, axşamınız xeyir olsun. Uşaqlar, bugünkü OTP-nin keçidli sınavın suallarını izah eləmək istəyirəm sizə. Yazırsınız, soruşursunuz sualları, yəni gördüm ki, elə hər dəfə hər bir sualı izah eləməkdən elə ümumilikdə bir dənə video şəklində sizə izahları atım. Baxın, yəni keçmədiyiniz mövzudan suallar var. Məsələn, biri yazır ki, mən bu sualla belə yanaşmışam, biri deyir ki, belə olduğunu bilmirdim. Yəni məqsəd budur ki, istəyirəm ki, bu ümumi imtahandır. Bütün mövzulardan burada suallar var falan. Yəni hər bir sualın belə deyək də uyğunluğunu, məğzini başa düşəsiniz ki, növbəti sınaqlarda vaxt itirməyəsiniz. Məsələn, uşaqlar, bax birinci sual. Birinci sual 2024-ün qəbuluna düşüb. Yəni sırf bu sual düşünmür. Yəni bu tipdə sual ilk olaraq 2024-ün qəbulunda düşüb. Ondan sonra 3 dəfə qəbulda təkrarlanıbdır. Hər dəfə fərqli şərtlə verir. Məsələn, bu sual ilk dəfə 2024-də düşəndə şərtdə müxtəlif hərflər müxtəlif rəqəmlərdir deyilmirdi. Yəni hətta müxtəlif hərflər eyni rəqəm qiymət ala bilirdi. Məsələn, A da 1 ola bilirdi, T də 1 ola bilirdi və s. Amma burada deyir ki, eyni hərflər eyni rəqəmləri ifadə edir. Müxtəlif hərflər də müxtəlif rəqəmləri ifadə edir və s. Və 17-dən kiçik natural ədəddir. İndi eləsi olub ki, bunun 1-dən 100-ə qədər ədədləri veribdir. Yəni burada 17-dən kiçik natural ədədləri ifadə edir hər bir hərf. Burada uşaqlar bu cədvəldəki hərfləri qeyd edib bir-bir araşdırıb hər birini tapa bilərsiniz. O sizin vaxtınızı alar. Yəni hər birini tapdıqdan sonra sualları cavablandırasınız. Bunun ən yaxşı halı hər bir sualın özünü təhlil etməkdir. Məsələn, mən baxıram 47 nömrəli sualda mənə deyir ki, i ilə n-in cəmi a-ya bərabər olarsa imtahan sözündəki hərflərə uyğun olan ədədlərin cəmini tap. Yəni hərflərin qiymətlərini tapıb daha sonra rəqəmlərin cəmini soruşmur. Yəni ədəd olaraq siz bunu toplamalısınız. Yəni hər bir hərf biz məsələn hesab əməlləri ilə qarışdırmayın. Hər bir hərf bir rəqəmdir deyirik falan. Amma yəni burada hər bir hərf 1-dən 17-yə qədər qiymət alır. Yəni 17 daxil deyil, yəni 17-dən kiçikdir. Yəni mən baxıram ki, i ilə n-in cəmi a-ya bərabər olmalıdır. İndi burada i-ni, n-i, a-nı araşdırmalıyam mən. Yaxşı, indi gəlin baxaq uşaqlar. Özdə 1-dən 17-yə qədər deyirsə, mən burada yazıram 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Tək rəqəmli ədədlərdir. 10, 11, 12, 13, 14, 15, 16 da bu 2 rəqəmli ədədlərdir. İndi bu burada bizə şərtlər verib. Tək ədəd olmayanlar. Tək ədəd olmayanlar o deməkdir ki, buradakıların hər biri cüt ədədlərdir. Sonra məsələn aşağıda bir rəqəmli olmayanlar o deməkdir ki, bunların hər biri 2 rəqəmli ədədlərdir. Natural ədədin kvadratı olmayanlar da o deməkdir ki, buradakıların heç biri ikinci dərəcədən nəyinsə qüvvəti deyil. Yəni kvadrat kök ala bilmədiyimiz ədədlərdir bunlar. 7-yə qalıqsız bölünməyənlər o deməkdir ki, yəni 7-yə tam bölünməyənlər də 7-yə bölünməyənlər ümumiyyətlə nəzərdə tutaq. Çünki bunların içində 3, 4, 5 də ola bilir də. Yəni bəzən uşaqlar deyir ki, müəllim, qalıqsız bölünməyənlər deyirsə, yəni böləndə mütləq qalıq qalmalıdır. Xeyr, yəni orada ümumiyyətlə 7-yə bölünməyən ədədlər nəzərdə tutulur. Yəni 3, 4, 5, 7-dən kiçik ədədlər də buradadır. Üzərinə 1 gələndə 5-ə qalıqsız bölünən, bax bu 3 dənə ədəd verib mənə. Aydın məsələdir ki, üzərinə 17-dən kiçik, üzərinə 1 gələndə 5-ə tam bölünən ədədlər 4-dür, 9-dur, 14-dür ki, 1 gələndə 5, 10, 15 eləsin ki, 5-ə tam bölünsün. Və bir də 3-ə qalıqsız bölünməyənlər, yəni 3-ə tam bölünməyən ədədlər də bunlardır. İndi biz A-nı araşdırsaq, A üçün bizə deyir ki, bir rəqəmli olmayan, yəni 2 rəqəmlidir. A 2 rəqəmlidir. 10-dan 16-ya qədər bir ədədlərdən biridir. Sonra yuxarıda A-nı tək olmayan ədədlər arasında görmürəmsə, deməli A tək ədəddir. Yəni bu tək olmayan ədəd o demək ki, bunlar cütdür. Deməli A burada yoxdursa A tək ədəddir. Onda A 10 ola bilməz, 12 ola bilməz, 14 ola bilməz, 16 ola bilməz. A 15 də ola bilməz. Niyə uşaqlar? Çünki 3-ə qalıqsız bölünməyənlərin içində A da var. Yəni A 3-ə tam bölünmür. Tam bölünmürsə A 15 deyil. A neçə ola bilər? 11 ilə 13 ola bilər. İndi bir də i-ni araşdıraq. i də
bir rəqəmli olmayanların içindədir, yəni 2 rəqəmlidir. Onda aşağıdakı 10-dan 16-ya qədər ədədlərdən biri olacaq. İnin özü də tək ədəd olmayanların içində yoxdur, yəni cütlərin içində yoxdursa, i də tək rəqəm, tək ədəddir, yəni 11, 13, 15-dən biri olacaq. i də 3-ə tam bölünməyənlərin içində yox var, yəni i də 3-ə tam bölünməyəcək. Onda i də 15 ola bilməz, 11 ilə 13. İndi mən i-nin üzərinə n-i gəlib a-nı alıramsa, dedik ki, a da 11 və 13-dən biri olmalıdır i də. Onda i 11 olacaq ki, üstünə n-i, yəni 2-ni gəlim, 13 alım. İndi biz buradan uşaqlar bildik ki, sırf bu şərtə əsasən i 11-dir, a 13-dür. Daha sonra gətirib yazıram 13, i-yə 11, a-yə 13, 13. N-i də 2 olduğunu bildik, çünki 11 üstə 2 gələndə 13 ala bilirik. İndi daha sonra uşaqlar, nəyə fikir verərəm? M-i tapmalıyam mən, bir də M-i tapmalıyam. İndi M-i tapmağım üçün yenə də yuxarıdakı şərtləri bir-bir yoxlayacağam. M-in özü yenə 2 rəqəmli ədəddir. M-in özü artıq tək ədəd olmayanların içində yoxdursa, deməli M tək ədəddir. M tək ədəddirsə, onda M-in, deməli uşaqlar, biz bildik ki, M-in 10 ola bilməz, 12 ola bilməz, 14 ola bilməz. Niyə ola bilmədi? Çünki dedik ki, M 2 rəqəmli ədəddir və cüt deyil. Tək ədəddirsə, M-in özü də artıq burada 11 ilə 13-ü də i ilə a demişiksə, 16 da ola bilməz, tək ədəddir. Bir dənə M nə ola bilir burada? 15 ola bilir. Bir dənə də fikir verin. Baxın, 3-ə qalıqsız bölünməyənlərin içində M də yoxdur. Deməli, M 3-ə qalıqsız bölünəndir. Onda M 15-dir də, yəni bir dənə onsuz 2 rəqəmli tək ədəd 15 qalıb M üçün. T-ni araşdıraq, uşaqlar. T-ni araşdıranda T də 2 rəqəmlidir. Sonra T-nin özü tək ədəd olmayanların içindədir. T yəni cüt ədəddir. İndi mən 2 rəqəmli cüt ədədləri bilirəm ki, 10-dur, 12-dir, 14-dür, 16-dır. İndi nəyə fikir verməlisiniz, uşaqlar? Siz ona fikir verin ki, T-nin özü 14 ola bilməz. Çünki 7-yə qalıqsız bölünməyənlərin içində T var. Amma 14 7-yə tam bölünür. Daha sonra uşaqlar, T 3-ə qalıqsız bölünməyənlərin içində var. Deməli, T 12 ola bilməz. Niyə ola bilməz? Çünki 12 3-ə tam bölünür, amma T 3-ə bölünməyənlərin içində var. Daha sonra T-nin özü hansısa bir ədədin kvadratıdır. Niyə? Kvadratı olmayanların içində T yoxdur. Elədir uşaqlar, T kvadrat kökü olmayanların içində T yoxdursa, deməli T-nin kvadrat kökü var. Cüt ədəddir, 2 rəqəmlidir. 10 deyil onda, çünki onun kvadrat kökü yoxdur. T olur 16. T oldu 16. İndi biz uşaqlar buradan deməli 4 dənə ədədimiz tapmışıq. N-i də tapmışıq ki, N2-dir. İndi uşaqlar, H-nı axtaraq. H-nın özü 2 rəqəmlilər içində yoxdur. Deməli, H tək rəqəmli ədəddir və H-nın özü tək olmayanların içində yoxdursa, deməli, H-nın özü tək ədəddir. Yəni, 4 deyil, 6 deyil, 8 deyil. Sonra H-nın özü 7-yə qalıqsız bölünməyənlərin içində var. Deməli, H 7 ola bilməz. 7-yə bölünməyənlərin içində var. H-nın özü 9 da ola bilməz. Çünki dedik ki, 9 D, Ə, L-dən biri olmalıydı. Bu üçündən biri 9-dur. İndi qaldı 1, 3, 5. H-nın natural kvadrat kökü olmayanların içində verildiyini görürük. Deməli, H 1 ola bilməz. Çünki 1-dən kvadrat kök ala bilirik. Sonra uşaqlar, H-nın 3-ə qalıqsız bölünməyənlər içində olmadığını görürsünüz. Deməli, H 3-ə tam bölünməlidir. 5 3-ə tam bölünmür. Onda H oldu 3-ün özü. Və buradakı hərflərin hər birinin qiymətini tapdıq.
İndi bunların hər birini toplasaq, yəni 11 üstə gələk 15 üstə gələk 16. Yəni bu 26, 16, 42 elədi. Üstünə 13 gələk eləsin 55. Üstünə 3 gələk 58. 2 gələk 60. 13 də gələk 73 olur. Cavabımız 73. Bu belə. İndi uşaqlar bu suala əsasən biz cavabımızı tapdıq. Şərtə əsasən hətta. Hansı şərtə əsasən? Bizə vermişdi ki, i-nin üstünə eni gəlib a-nı alırıqsa. İndi keçək ikinci sualın təhlilinə. İndi bu üstünə xətt çəkdiklərimi hər bir hərfə görə eləmişdim. İndi keçirik ikinci sualın təhlilinə. Baxın, ikinci sualda bizə deyilir ki, i a-dan böyük olarsa, i a-dan böyük olarsa, mərkəzi sözündəki hərflərə uyğun olan ədədlərin cəmini tapın. İndi uşaqlar, i a-dan böyükdürsə, biz dedik ki, i və a-nın biri 11, biri 13 olmalıydı. İndi i plus n a-nı verməli idi. Deməli, i-ni 11 götürülür, a-nı 13. İndi bu ikinci sualda axı məndə deyir ki, i a-dan böyükdür. i a-dan böyükdürsə, indi ona görə mən i-ni 13 götürərəm. i-ni 13, a-nı 11 götürməliyəm. Bu iki dənə hərfin qiyməti dəyişir. İndi keçək baxaq, deməli, mərkəzi sözündəki digər hərfləri axtaraq. İndi m-in qiyməti bilirik ki, 15-dir. Gəlin ə-ni araşdıraq. Ə-nin özü üstünə 1 gələndə 5-ə qalıqsız bölünən ədəddir. Yəni ya 4-dür, ya 9-dur, ya da 14-dür. Biz ə-ni 7-yə tam bölünməyənlər içində görürük. Deməli, ə 14 ola bilməz, 14 7-yə tam bölünür. Sonra ə-nin özünü mən 3-ə qalıqsız bölünməyənlərin içində də görürəm. Deməli, ə 9 ola bilməz, çünki uşaqlar 9 3-ə tam bölünür. Ona görə deməli, ə-nin özü uşaqlar nə oldu? 4 oldu. Ə-nin özü 4 oldu. Hətta gəlin bu 3 ədədi konkret tapaq. Məsələn, D də 3-ə qalıqsız bölünəndir. Deməli, D də 9 ola bilməz. D 14-dür. D-nin özü də 14-dür. Onda elə qalır 9. El olur 9. Və bu 3 ədədi dəqiq tapdıq. İndi ə-yə yazaram 4. R-i araşdıraq. R 2 rəqəmlər içində yoxdur. R 2 rəqəmlərin içində yoxdursa, tək rəqəmli ədəddir. Və R, uşaqlar, tək ədəd olmayanların içində var. Deməli, R cütdür. R cütdürsə 6 8-dən biridir. Və mən burada R-in özünü 3-ə qalıqsız bölünməyənlər içində görmürəm. Deməli, R 3-ə tam bölünməlidir. O da 6-dır da. 6 və 8-dən 6 3-ə tam bölünür. R-in qiymətini 6 tapdıq. İndi K-nı araşdıraq. K 2 rəqəmlidir və cüt ədəddir. K cütdür 2 rəqəmlidirsə, bu 10-dan 12 ola bilər. Amma mən K-nı 3-ə bölünməyənlər içində görmürəmsə, deməli K 3-ə tam bölünməlidir. 3-ə tam bölünən 2 rəqəmli ədəddə bir dənə 12 qalıbdır burada. Deməli K oldu 12. Ə-nin qiyməti də 4-dür, tapmışdıq. I-nin qiymətini də dedik ki, i burada artıq 13-dür. Niyə? Çünki A-dan böyük olmalıydı. A və i-yə birinə 11, birinə 13 düşürdü. Z-i araşdıraq. Z 2 rəqəmli ədəddir. 2 rəqəmlilərdən bir dənə 10 qalıbdır. Bu da Z-dir. Deməli, mərkəzi sözünün hərflərinin qiymətləri cəmi 15, o da 4, 19, o da 6, 25, 37, 41, 51, o da 13, elədi 64. Mərkəzi sözünün hərflərinin qiymətləri cəmi i-adan böyük olduğu şərtə əsasən 64 olur. Növbəti sualımızda uşaqlar deyir ki, hansı sözün hərflərinin qiymətləri cəmi? Dövlət. İndi gəlin dövlət sözünün hərflərinin qiymətləri cəmini tapaq. Dövlət sözünü indi yazacağım mən burada. Yazırıq. Deməli, dövlət. D-nin qiymətini bilirik. Bəli, D 14-dür. Ö-nün qiymətini araşdıraq. Ö 2 rəqəmlər içində yoxdur. 2 rəqəmləri onsuz hamısını tapmışıq. Bizim burada 4 dənə ədədimiz qalır. 1, 5, 7, 8.
Deməli, Ö2 rəqəmli deyil, Ö1 rəqəmli ədəddir və Ö cüt deyil, təkdir. Çünki cüt olanların içində Ö yoxdur. Ö tək ədəddirsə 1, 5, 7 ola bilər. Ö 7-yə qalıqsız bölünməyənlərin içində yoxdursa, deməli, Ö-nün özü birbaşa 7-dir ki, 7-yə bölünməyənlərin içində verilməyibdir. 7-yə tam bölünməlidir. 1, 5, 7-dən də təkcə 7 tam bölünür 7-yə. Önün qiyməti 7 oldu. V-ni araşdırsaq, V də 2 rəqəmlilər içində yoxdur. V də cüt ədədlər içində yoxdursa, V tək rəqəmdir. Yəni 2 rəqəmli deyil, tək rəqəmli ədəddir və tək ədəddir. 1 ilə 5 ola bilər. Və V-nin deməli V-yə baxırıq ki, 3-ə qalıqsız bölünməyənlər içində var, 7-yə qalıqsız bölünməyənlər içində var. İndi kvadratı olmadığını araşdıraq. Yəni, natural ədədin kvadratı olmayanların içində V yoxdur. Deməli, V-nin ikinci dərəcədən kökü var. Onda 1 və 5-in də ikinci dərəcədən kökü olan təkcə 1-in özüdür. Deməli, V də 1 oldu. L-i araşdırsaq, yenə də L tək rəqəmlidir. 5 ilə 8 qalıb da L üçün. Uşaqlar, L dedik ki, bayaqları L-i 9 tapmışdıq da biz onsuz ki, üstünə 1 gələndə 5-ə qalıqsız bölünən ədəd L 9-dur. Bunu yazdıq. Ə-nin özü də 4 olmuşdu. T-nin özü də 16 olmuşdu. Bunu da toplayanda 14, 7, 21, 22, deməli 31, 35, o da 16, 51 eləyəcəkdir. Dövlət sözünün hərflərinin cəmi 51, o da A variantı. İndi uşaqlar, yerdə qalan digər hərfləri də tapa bilirik. O da heç bir problem yaratmır. 5 ilə 8 qalıbdır. Burada da bizim bir dənə B-miz qalıbdır. İndi laf B-ni də araşdırsaz, B də tək rəqəmli ədəddir və cüt ədəddir. Deməli, 8-dir B, cüt ədəddir deyə B 8 olur. 5 qalır. 5 üçün də yuxarıdakı hərflərdən hansı qalıbdır? Y qalıbdır. Bütün hərflərin hansı qiymət aldığını tapmış olduq, sualı da cavablandırdıq. Deməli, keçirik növbəti sualımıza. Ayda. Rekord eləyirdik biz bunu. Elə bildim uşaqlar, bayaqdan sualı işləyirəm, rekord eləməmişəm. Nə yaxşı ki, eləyibmişəm. Yoxsa burada da saxlayıb gedərdim yatmağa. Bu həvəs bir də gəlməzdi. Deməli, keçdik uşaqlar, növbəti 3 sualı aşağıdakı mətndəki məlumatlara əsasən cavablandıraq. Mətndə bizə nə deyir? Oxuyaq mətni. Uşaqlar, deməli, mətndə deyir ki, 96, 81 və 42 bal toplamış A, B, C, D, Y, F və G adlı tələbələr bir hissəsi ödənişli, digərləri ödənişsiz əsaslarla maliyyə, məktəbə qədər təlim, sosial iş, hüquqşünaslıq, elektrik mühəndisliyi, memarlıq və riyaziyyat müəllimliyi ixtisaslarına qəbul oldular, maşallah olsun. Ödənişsiz əsaslarla təhsil alacaq tələbələrin sayı ödənişli əsaslarla təhsil alacaq tələbələrin sayından çoxdur. Baxın, ödənişsiz əsaslarla təhsil alacaq tələbələrin sayı ödənişli əsaslarla təhsil alacaq tələbələrin sayından çoxdur. Əslində, heç bu məlumat mənə lazım da deyildi. Niyə? Çünki ixtisaslarının baş hərfləri eyni olan tələbələr təhsillərini ödənişsiz əsaslarla davam etmirlər deyəndə lazımdır. Baxın, mən burada yazıram ki, ödənişsiz, bir də ödənişli təhsil alanlar. İndi bizim burada 7 tələbəmiz var. Bu 7 tələbənin ödənişsiz təhsil alanları, ödənişli təhsil alanların sayından çoxdur. Və deyir ki, ixtisaslarının baş hərfləri eyni olan tələbələr təhsillərini ödənişsiz əsaslarla davam etmirlər. Ödənişsiz təhsildə davam etmirlərsə, deməli, ödənişli oxuyurlar bu ixtisaslarının baş hərfi eyni olan. İxtisaslarının baş hərfi eyni olan tələbələr də hansı ixtisaslarda oxuyur? Deməli, M hərfi ilə başlayan 3 dənə ixtisas var. Maliyyə, məktəbə qədər, bir də memarlıq. Yazıram bura.
Çünki M hərfi ilə başlayan 3 ixtisas var. Deməli, bunlar ödənişsiz əsaslarda təhsil alınmırsa, ödənişli əsaslarda təhsil alırlar. Maliyyədir, memarlıqdır, bir də məktəbə qədər. İndi bu 3 ixtisas ödənişli təhsildədirsə, ödənişli təhsil alanların sayı ödənişli təhsil alanların sayından çoxdur deyirsə, yerdə də 4 ixtisas qalıb, o 4 ixtisas ödənişsiz əsaslarla oxuyanların ixtisasıdır. Yəni sayı digərindən çoxdur deyə artıq o 4-ünü bura yazıram. Məsələn, onlar hansı idi? Hə, elektrik mühəndisliyi idi, sosial iş idi, hüquqşünaslıq idi. İndi digərini siz tapaq. Tamam. Təlim, sosial iş, hüquqşünaslıq, elektrik mühəndisliyi, riyaziyyat. Allah. Və bunları dəqiq bildik. İndi gələk aşağıda görək bizə nə deyir. Bir memarlıq ixtisasına qəbul olan tələbənin balı yalnızca elektrik mühəndisliyi ixtisasına qəbul olan Y-nin balından çoxdur. Buradan aydın olur ki, Y elektrik mühəndisliyi ixtisasına qəbul olubdur və memarlıq ixtisasına qəbul olan tələbənin də balı yalnızca bu Y-nin balından çoxdur. İndi siz ballara fikir versəz, uşaqlar, elektrik mühəndisliğinə qəbul olan, memarlığa qəbul olan tələbənin balı yalnız elektrik mühəndisliyi ixtisasına qəbul olanın balından çoxdursa, bu o demək ki, memarlığa qəbul olan tələbə 56 bal toplayıb ki, ondan kiçik yalnız bir nəfər bal toplayıb, o da 7, o da 42-dir. Daha sonraki məlumatda deyir ki, topladıqları balların ədədi ortasına bərabər balı toplayan C adlı tələbə riyaziyyat müəllimliyi ixtisasını. Hə, indi C riyaziyyat müəllimliyi ixtisasını bitirir. Və ümumi topladıqları balların ədədi ortası qədər bal toplayırdı. Ədədi orta nə deməkdir uşaqlar? Toplanılan balların hamısını toplayıb sayına bölməliyik. Mən də burada keçid eləyirəm kalkulyatora. 96 üstə gəl 81 üstə gəl 74 üstə gələk 69 üstə gələk 65 üstə gələk 56 üstə gələk 42 bu 483 eləyir. Bunu da 7-yə bölürəm 69 bal. Hə, deməli uşaqlar topladıqları balın ədədi ortası qədər bal toplayan C idi. Bu da oldu 69 bal. Əla. İndi keçdik. Hüquq oxumayan D-nin balı 81 bal toplayan F-dən az. Balları eyni rəqəmlərdən təşkil olunmuş A və maliyyə ixtisası üzrə təhsil alan tələbələrin balından çoxdur. Bu çox gözəl bir məlumatdır. Baxın, sizə deyir ki, hüquq oxumayan D-nin balı 81 bal toplayan F-dən azdır. D-nin balı F-dən, yəni F 81 bal toplayıb və D-nin balı bundan azdır. Nədən çoxdur? Eyni rəqəmlərdən ibarət balları, baxın deyir, balları eyni rəqəmlərdən təşkil olunmuş A və maliyyə ixtisası üzrə təhsil alan tələbənin balından çoxdur. Eyni ballar bilirsiniz 65 və 56 rəqəmlərindən ibarətdir. Yəni 6 və 5-dən ibarət olan rəqəmlərdir burada. Eyni rəqəmlərdən təşkil olunmuş bal 65 və 56-dır ki, rəqəmlər hər ikisində 5-6-dır. Bu da deyir ki, biri A-dır, digərini bilmirəm. Digəri də maliyyə ixtisasında oxuyur. Eyni rəqəmlərdən təşkil olunmuş A və maliyyə ixtisası üzrə təhsil alan tələbənin balından çoxdur. İndi biz bilirik ki, A maliyyə ixtisasında oxumur, 56 bal toplamış da memarlıq ixtisasında oxuyursa, onda bu A-dır. Çünki A fərqli şəxsdir, maliyyə ixtisasında təhsil alan tələbə də fərqli bir şəxsdir. Bunun biri 56, biri 65 yığıbdır. İndi biz bilirik ki, 56 bal yığan memarlıqda oxuyur, maliyyədə oxumursa, deməli bu adam maliyyədə oxumursa, deməli A 56 bal yığıbdır. Maliyyədə oxuyan şəxs deməli 65 bal yığıbdır və F-də 81 bal toplayıbdır. D-də hüquqşünaslıq ixtisasında təhsil almır. İndi deyir, məktəbə qədər təhsil və hüquqşünaslıq ixtisaslarına qəbul olan tələbələrin ballarını göstərən ədədlər cüt ədədlərdir. Məktəbə qədər təhsil və hüquqşünaslıq ixtisasına qəbul olan tələbələrin ballarını göstərən ədədlər cüt ədədlərdir. İndi baxın, bu F 81 bal toplayıbdır.
Deməli, bu hüquqda oxumur. Çünki hüquqşünaslıq ixtisası və məktəbə qədərdə də oxumur. Çünki hüquq və məktəbə qədər təhsildə oxuyan şəxslər cüt topladıqları ballar cüt ədədlərdir. İndi bəs bu ev 81 bal toplayıb hüquq və məktəbə qədər təhsildə oxumursa, harda oxuyur? Sosial işdə. Ev sosial işdə oxuyur, 81 bal toplayıbdır. İndi uşaqlar D hüquqşünaslıq ixtisasında oxumur. D deməli harda oxuya bilər? D-nin indi oxuduğu ixtisası taparıq biz. Çünki deyir ki, hə, biz bilirik ki, burada məktəbə qədər təhsil və hüquqşünaslıq ixtisaslarına qəbul olan tələbələrin ballarını göstərən cüt ədədlərdirsə, bunların biri 96-dır, biri də 74-dür. Çünki yuxarıda toplanılan ballar 96 və 74 qalıbdır, 2 dənə cüt ədəd. Bu dəyişə bilir. Hüquqşünaslıq deməli 74, məktəbə qədər 96 ola bilər ya da əksinə. Bu ikisinin tam dəqiq neçə bal topladıqlarını bilmirik. İndi D-nin harda oxuduğunu necə tapa bilərik? Bir hüquq oxumayan D-nin balı 81 bal toplayan F-dən az. Balları eyni rəqəmlərdən təşkil olunmuş A və maliyyə ixtisası üzrə təhsil alan tələbələrin balından çoxdur. Yəni biz bildik ki, D-nin balı 65-dən də 56-dan çoxdursa və bu hüquqda oxumursa, deməli D məktəbə qədər təhsildə oxuyur. Aha, məktəbə qədər təhsildə oxuyur. İndi gəlin uşaqlar, biz nəyi tapmalıyıq? Hüquqşünaslıq ixtisasında oxuyan və maliyyədə oxuyan birini. Çünki bizim burada bu iki şəxsin ixtisasını hələ ki tapmamışıq. Bu iki şəxsdə hansı hərflərdən ibarət olar? Baxaq. Deməli, hə, C qalıbdır uşaqlar. C qalıbdır. Bir də nə qalıbdır? Yeni F-i, G-ni tapmışıq. A-nı tapmışıq. B ilə C qalıbdır. İndi biz deməli B-ni hüquqşünaslıq ixtisasına, C-ni maliyyəyə yaza bilərik ya da əksinə B maliyyədə oxuya bilər, C hüquqşünaslıq ixtisasında oxuya bilər. İndi məktəbə qədər təhsildə də D davam eləyir, amma balı 74 də ola bilər, 96 da. Yəni bizim dəqiq tapa biləcəyimiz məlumatlar bunlardır. Gəlin indi buna əsasən sualı cavablandıraq. Deməli sualda yuxarıda nə verib? Deyir ki, aşağıdakılardan hansı mütləq səhvdir? F B-dən az bal toplanmışdır. Uşaqlar, F 81'dir. Amma B-nin balı dedik ki, ya B-nin balı nə qədərdir? B-nin balı 96 da ola bilər, 65 də ola bilər. Çünki B hüquqşünaslıq ixtisasında da oxuya bilərdi, maliyyədə də. Bu maliyyədə oxusa 65-dir, hüquqşünaslıqda oxusa 96-dır. Ona görə bu F-dən böyük də ola bilər, kiçik də ola bilər. Ona görə bu birinci şərtə biz mütləq səhv, mütləq doğrudur deyə bilmərik. Aha, gəldik B-yə. A C-dən çox bal toplanmışdır. A-nın balı nə qədərdir uşaqlar? A-nın balı 56-dır. C-nin balı nə qədərdir? C-nin balı ya 74-dür ya 96-dır. Heç bir halda A C-dən çox bal toplaya bilmir. Ona görə B variantı nə oldu? Mütləq səhv oldu. D və F-in topladıqları balların cəmi B və C-nin topladıqları balların cəmindən azdır. Uşaqlar, D ilə F-in topladıqları bal, dedik ki, D, baxın, D və F-in topladıqları bal, D 81-dir, F 74 də ola bilərdi, 96 da ola bilərdi. İndi bunu mən 96 götürsəm, digərləri B və C üçün nə qalır? 65, 74 qalır. 65, 74. Bu halda D və F-in topladıqları balların cəmi B və C-nin topladıqları balların cəmindən az olur. Az olmur, çox olur. Amma indi mən bunu götürsəm, F 81-dir. D-nin F 81-dir. D-nin balını 96 götürə bilərəm. D-nin balını 96 götürə bilərəm. Bir də 74 də götürə bilərəm. Elə deyil, 74. İndi B və C-nin topladığı ballar olacaq 65, 96.
65, 96. Deməli, bu 81 ilə 74-ün cəmi mənə verəcək 155. Amma 65 ilə 96-nın cəmi bizə verəcək 161. Deməli, D və F-in topladıqları balların cəmi B və C-nin topladıqları balların cəmi ilə çox da ola bilər, az da ola bilər. B maliyyə ixtisasına qəbul olunmuşdur. B hüquqşünasda da ola bilər, maliyyədə də ola bilər. D məktəbə qədər təhsil ixtisasını ödənişli əsaslarla qəbul olubdur. Bu da tam doğrudur. D məktəbə qədər təhsildə və ödənişli əsaslarda oxuyur. Əla. İndi gəldi 51 nömrəli sualda. Sosial iş ixtisası üzrə təhsil alan tələbə neçə bal toplayıbdır? Sosial iş üzrə ev təhsili alıb 81 bal toplayıbdır. İndi deyir, əgər B adlı tələbə hüquqşünas ixtisasında olarsa, aşağıdakı variantların hansında ödənişli əsaslar və təhsil alan tələbələrin adları verilibdir. İndi B hüquqşünaslıq ixtisasında təhsil alıbsa, onda C mütləq maliyyədə təhsil alıbdır və burada da A, C, D ödənişli təhsil alanlar olur. A, C, D-nin olduğu variant da D variantıdır. Növbəti sualımızda uşaqlar, baxın 53 nömrəli sualda nə deyir? Bu da çox qəşəng bir sualdır. Deyir, 3 rəqəmli ədədin rəqəmləri barədə aşağıdakı məlumatlar verilibdir. Yəni, bizə 3 rəqəmli ədəd verilibdir. Baxın, 3-dür, 7-dir, 9-dur. Hər biri haqqında belə bir məlumat verilib. Baxın, rəqəmlərdən deyir, ikisi düzdür və onlar yerlərində deyillər. Baxın, bizə elə bil ki, 3 rəqəmli ədədi tapmaq lazımdır. İndi bu 3 rəqəmli ədədin rəqəmləri burada 379, 402, 347, 912-nin içində var. Amma indi verilən məlumatlara əsasən onları tapmalıyıq. Məsələn, mənə deyir ki, rəqəmlərdən ikisi düzdür və onlar yerində deyillər. Mən bu 379-un 2 dənə düzgün rəqəmi olaraq 3 və 7 götürsəm, 347 ədədində rəqəmlərdən biri düzdür deyir. Deməli, mən o 2 dənə rəqəmi 3 və 7 götürə bilmərəm. Əgər 3 və 7 olsaydı, onda 3-cü məlumatda da rəqəmlərdən biri düzdür, yox, ikisi düzdür deyə bilərdi. Deməli, indi mən bunu 3 ilə 9-da götürsəm, 3 ilə 9. Mənə deyir ki, rəqəmlərdən ikisi düzdür və onlar yerində deyillər. Onda 7 səhv olmalıdır. 7-ni silərdim gərək, əgər 3 və 9-u düz götürürəmsə. Sonra gəlib mən 402 ədədində rəqəmlərdən biri düzdür və o yerindədir deyir. Onda gərək buradan da hansısa bir rəqəm götürüm və rəqəmlərdən biri düzdür və o yerində deyil demişdi. İndi buradan da mən 3-ü nəzərdə tutsam ki, 3 düzdür. 3 düzdür. Sonra rəqəmlərdən ikisi düzdür və onlardan biri yerindədir, digəri yox. Yaxşı, 9 düzdürsə, onda 1 və 2-dən də biri mütləq düz olmalıydı. Yəni, mən burada yuxarıda dedim ki, 3 ilə 9 düzdürsə, 3 ilə 9 düzdür. Sonra rəqəmlərdən biri düzdür və o yerində deyil, onda buradan da 3 düz olmalıdır yenə də. Gəldim aşağıda rəqəmlərdən ikisi düzdür və onlardan biri yerindədir, digəri isə yerində deyil. İndi bunu mən 1-in 9 götürmüşəmsə, digərlərini 1 və 2-dən birini seçməliyəm. Bunu 2 seçə bilmərəm. 2 seçə bilmərəm, digəri isə yerində deyil. Yaxşı, bunu 2 seçdim. Tutaq ki, bunu 2 seçdim. 2, çünki son rəqəmdir. Bunun yeri düz olsun. 402-də də rəqəmlərdən biri düzdür və o yerindədir. Bunu da 2 götürürəm. Yəni, sonuncu rəqəmi fərz elədim ki, 2-dir. Onda 9-un yeri səhvdir. 9-un yeri, çünki rəqəmlərdən ikisi düzdür və onlardan biri yerindədir, digəri yerində deyil demişdi. 2 yerindədir. İndi 9 yerində deyil. Yəni, 9 əvvəldə gəlib səhvdir. 379-da da 9 sonda da gəlib, yenə də səhv deyibsə onun haqqında, onda 9 ortada olmalıdır. Yaxşı, bəs onda mənim birinci rəqəmim nə olmalıdır? Birinci rəqəmim 3 olmalıdır. Bəs mən də 3-ə doğru demişəmsə, sadəcə yeri səhvdir nəzərdə tutub gəlmişəm aşağıya doğru. Onda bəs 3-ün yeri elə birinci rəqəm qaldı axı. Onda 3 olsaydı həmən rəqəm, deyərdi ki, yeri düzdür də. Deməli, o rəqəm 3 deyilmiş. O rəqəm 3 deyilmiş. Çünki mən 3 ilə 7-ni yoxladım, ödəmədi. 3 ilə 9-da da 3 düz deyil. Onda deməli bizim üçün birinci 379 ədədində
2 dənə doğru rəqəm elə 7 ilə 9-dur. Ki, ikisi deyir doğrudur, geri düz deyil. 9 ortada olmalıydı, 7 də birinci olmalıydı. 402 ədədində də dedik 4 ilə 0 düz deyil, 2 doğrudur, yeri də düzdür. Gəldik rəqəmlərdən biri düzdür və yerində deyil, onda o da 7-nin özüymüş ki, birinci olmalıydı, amma sonuncu olub deyə yeri düz deyil demişdi. Üçüncüdə də 9-12 ədədində də 9-dan 2 idi doğru olanlar, sadəcə 2-nin yeri düzdür, 9-un yeri düz deyil. Deməli, bizim üçün burada bu 3 rəqəmli ədədin 792 olduğunu tapdıq. Onların rəqəmləri cəmi də bizə 18 verir. B variantı. İndi uşaqlar keçirik 54 nömrəli suala. Baxın, burada bizə şəkil ədəd əlaqəsi veribdir. Deyir ki, kvadratların içindəki ədədlərə fikir verin. Rəqəmlərin hasilidir. 2 vur 4, 8, 3 vur 5, 15, 4 vur 7, 28. Amma dairələrin içində verilən ədədlər rəqəmləri cəmi şəklində sağdakı ədədi verir. Məsələn, 2 plus 4, 6, 3 plus 5, 8, 4 plus 7, 11. Rombun içindəkiləri kvadrata qaldırıb yazırıq. 3-ün kvadratı 9, 4-ün kvadratı 16, 5-in kvadratı 25. İndi biz burada tətbiq eləməliyik. Məsələn, 8 rombun içindədir, kvadratı 64 edir. 64 çevrənin içindədir, onun da rəqəmləri cəmi 10 edir. İndi biz rombun içinə nə yazmalıyıq ki, kvadratını alaq? Kvadratını aldıqdan sonra da kvadratın içində olacaq alınan ədəd. Onun da rəqəmləri hasili 10 eləsin. Variantları da yoxlaya bilərdiniz, ya da belə də şifahi fikirləşə bilərdiniz ki, rombun içinə yazılmalıdır ki, 5, onun kvadratı 25 eləsin, 25 kvadratın içində qaldığına görə onun da rəqəmləri hasili 10 eləsin. Növbəti 55 nömrəli suala baxırıq. Baxın, burada bizə belə bir situasiya veribdir ki, deyir ki, 2019 və 23-cü illər ərzində kinoteatrda nümayiş olunan filmlərin sayı ilə tamaşaçıların baxış göstəriciləri arasında əlaqəni əks etdirən diaqramdan istifadə edərək tapşırığı yerinə yetirin. Hansı ildə bir filmə düşən ortalama tamaşaçı sayı ən çox olmuşdur? Bir filmə düşən ortalama tamaşaçı sayını tapmağımız üçün deməli biz həmən ildə ümumi tamaşaçı sayını həmən ildə deməli göstərilən filmlərin sayına bölməliyik. Aşağıdakı cədvəldə də bizə aydın şəkildə verilibdir. Nə verilibdir? Verilibdir ki, məsələn, 2019-cu ildə 16,4 milyonla veribdir. 16,4 milyon nəfər tamaşaçı, deməli, uşaqlar, tamaşaçı neçə film izləyib? 410 film izləyibdir. İndi mən bu 16,4 milyonu 410-a böləcəm. 410-a böləcəm. Bu bizə verir 0,4. Yəni, daha çox mən 16,4 milyonun sıfırlarını nəzərə almıram. Eləcə, bu şəkildə bölürəm. Daha sonra 3,42 milyon verir. 3,42 milyonu da bölürəm 189-a. Bu da bizə verəcək 0,018 və s. Belə bir ədəd verir. Daha sonra bizə veribdir 4,3 milyon tamaşaçı 203 film izləyibdir. 4,3 milyon tamaşaçı 203 film izləyibdir. Bunu da böləndə 0,02 və s. gedir. Deməli, 2022-ci ildə 15,95 milyon tamaşaçı, 15,95 milyon tamaşaçı, deməli, izləyib 560 film. Bu bizə yenə də 0,02 verir. Yanında 8-i də var. İndi sonda bizə deməli verib 18,9 milyon, 18,9 milyon, 432 film. Bu ortalama bizə verir 0,043, 7, 5 və s. davam edir. İndi biz burada bilirik ki, 0,4 var 2019-da ədədi orta. Amma 2023-də isə 0 tam deməli
1000-də 43 götürək. Yəni bizim üçün ədədi orta olaraq 2023-cü ildə daha çox tamaşaçı düşür bir filmə. Cavabımız olur 2023-cü il D variantı. Məsələn, 56 nömrəli suala baxırıq. Uşaqlar belə bir cədvəl veribdir. Qanuna uyğunluq nədən ibarətdir? 12-nin kvadratı 144, 21-in kvadratı 444, 15-in kvadratı 225, 13-ün kvadratı 169. Cavabımız olur 9. 57 nömrəli sual. Hə, baxın, belə bir rənglənmiş fiqur veribdir. Deyir, rənglənmiş hissənin sahəsini tapın. Uşaqlar, rənglənmiş hissənin sahəsini tapmaqda çətinlik çəkirsinizsə, siz bütün fiqurun sahəsindən, yəni baxın, hər bir dama 1-ə bərabərdir. Hər bir damanın sahəsi 1-dir. Burada da sətir və sütunlar 6 damadan ibarətdir. Ümumilikdə 6 vur 6, 36 bütün şəklin sahəsidir. Siz oradan çıxırsınız, rəngsiz hissələrin sahəsini, qalır sizin üçün rənglənmiş hissənin sahəsi. Rəngsiz hissələrin sahəsini tapmaq daha rahatdır. Niyə? Birinci, üçbucaq şəklində tapa bilərsiniz. Hündürlük vurulsun oturacağın yarısına. İkincisi, elə bil ki, hər bir, məsələn, bu bir tam rəngli, deməli, damadır bizim üçün, uşaqlar, bir rəngli damadır. Baxın, 2 dənə rəngli damadan ibarətdir. Onun elə bil ki, diagonal yarısı rəngsizdir. Yəni, bu tam olaraq 2-dir. Rəngsiz hissədə, rəngli hissədə onun yarısıdır, 1-ə bərabərdir. Eləcə fikirləşə bilərsiniz ki, baxın, bu iki yarımçıqla bu iki yarımçıq bizə 2 dənə tam rəngsiz hissəni verir. Və burada 2-dir, burada 2-dir. Aha, burada toplam 2-dir, burada 2-dir. Daha doğrusu bu ümumilikdə 2-dir də. Burada. Nəticədə deməli 16 çıxacağıq buradan. Rəngsiz hissələrin sahəsini qalır 20. Rəngli hissənin sahəsi oldu 20. Daha sonra 58 nömrəli sualda nə verilibdir bizə? Hə, deyir ki, K, L, M bir-birindən fərqli rəqəmlərdir. K böyük, L böyük, M böyük bərabər 5 şərtini ödəyən K, L, M şəklində neçə üç rəqəmli ədəd düzəldə bilərik? Baxın, uşaqlar, mən K, L, M şəklində deməli neçə ədəddən istifadə eləməliyəm? Burada 5-dən böyük bərabər 5, 6, 7, 8, 9, 5 dənə rəqəmdən istifadə eləməliyəm. Amma hansı şərt daxilində? K böyük, L böyük, M şərt daxil. M də böyük 5-dən bərabər olmaq şərti ilə. İndi bu deməkdir, uşaqlar, baxın, mən M, L, K ədədlərini götürürəm. M-ə minimum nə verə bilərəm? 5 verə bilərəm. M 5-dirsə, yerdə qalan 4 ədəddən K böyük L şərti ilə neçə ədəd düzəldə bilərəm? 67, 68, 69, 3 dənə ədəd, 78, 79, 5 dənə, bir də 89, 6 ədəd düzəldə bilirəm. M5 olanda bu ikisi üçün 6 ədəd düzəldə bildim. İndi M-i 6 götürsəm, qalır 7, 8, 9 ədədlərindən K böyük L şərti ilə 78, 79, 89, 3 ədəd düzəldə bilirəm. Və M-i mən 7 götürsəm, M 7 olduğu halda mən K böyük L şərti ilə 8 və 9-dan nə düzəldə bilirəm? Ancaq 89, bir ədəd. Toplam olaraq deməli mən bu şərti ödəyən 10 dənə ədəd düzəldə bildim ki, K böyük, L böyük, M böyük 5-dən. 59 nömrəli suala baxırıq. Deməli 59 nömrəli sual harda qeyd olunubdur? Görək burada bizə nə verir? Bir ən azı 3 il fasilə ilə doğulmuş 3 qardaşın yaşları ilə bağlı məlumdur ki, ortancıl qardaş kiçik qardaşdan neçə yaş böyükdürsə, böyük qardaşdan da həmən qədər kiçikdir. Böyük qardaşın yaşı kiçik qardaşın yaşından da 3 dəfə çoxdur. Buna əsasən 3 qardaşın yaşları cəmi ən azı neçə ola bilər? Hə, indi uşaqlar, mənə burada buna əsasən 3 qardaşın yaşlarının cəminin ən azı qiymətini soruşursan, elə mən də bunların, axı mənə deyirdi, ən azı 3 il fasilə ilə dünyaya gəldiklərini. Onda mən götürərəm ki, tutaq ki, ən kiçik qardaş dünyaya gələndən sonra 3 il sonra növbəti
Ya da yəni biri dünyaya gəlir, 3 il sonra biri, 3 il sonra da digəri. Yəni bunu belə nəzərə alaq da. Tutaq ki, qardaşların birinin X yaşı var, digəri bundan 3 il fasilə ilə dünyaya gəlib, X plus 3 yaşı var. Digəri də bundan 3 il fasilə. Çünki deyir ortancı qardaş böyük qardaş, kiçik qardaşdan neçə yaş böyüksə, böyükdən də o qədər, o həmən qədər kiçikdir bunun yaşı. X plus 3-ün də üstünə 3 gəlib, X plus 6 da böyük qardaşın yaşını alaram. İndi burada mənə deyir ki, deməli, buna əsasən 3 qardaşın yaşları cəmi ən azı neçə ola bilər? Böyük qardaşın da yaşı kiçik qardaşın yaşından deyir 3 dəfə çoxdur. Bu deməkdir ki, biz ən kiçik qardaşın yaşını 3-ə vuranda x plus 6 almalıyıq. Deməli, 2x bərabər 6-ya, x nəyə bərabərdir? 3-ə bərabərdir. X olur 3. İndi deməli ən kiçik qardaşın 3, ortancılın 6, ən böyüyündə 9 yaşı var. Bunların deməli üçünün də ən az 18 yaşı oldu. Yaşları cəmi. Üçünün də yaşlarının ən az cəmi 18 olur. 60 nömrəli sual. Bir qrupda 15 nəfər oxuyur. Bayram münasibəti ilə onların hər biri qrup yoldaşlarının hər birinə hədiyyə verdi. Cəmi nə qədər hədiyyə lazım oldu? İndi uşaqlar, baxın bu kimi suallarda n vurulsun n-1 düsturundan istifadə edirsiniz. Bu nəyə aiddir? Məsələn, bir qrupda n nəfər uşaq var. Hər biri bir-birinə öz şəkillərini verir. Bu düsturdan istifadə edirsiniz. Hər biri, nə bilim, deməli, hər biri bir-birinə nömrələrini verir və s. Yəni, bu kimi hallarda, məsələn, futbol komandaları 10 dənə futbol komandası var. Hər bir komanda hər 2 dəfə görüşmək şərti ilə, yəni səfər və meydan oyunlarını keçirirlər. Bu neçə oyun keçirirlər və s. Bu kimi suallarda n vur n-1 düsturundan istifadə edirsiniz. Bir də ola bilir ki, məsələn, qrupda 15 nəfər var. Bunların hər biri bir-biri ilə salamlaşır. Desə salamlaşma baş verir. Burada artıq elə bir ki, uşaqlar Əli Hüseynlə salamlaşırsa, artıq Hüseyn də Əli ilə salamlaşmış sayılır da, artıq o digəri üçün növbəti dəfə salamlaşma yeni bir hal sayılmır. Ona görə, məsələn, onun üçün belə bir hal var. N vurulsun n-1 bölünsün 2 halı var. İndi burada bizdən soruşur ki, 15 nəfər oxuyur və bayram münasibəti onlar hər bir qrup yoldaşlarının hər birinə hədiyyə verdi. Yəni, mən kiməsə hədiyyə verirəm və həmən kimsə də mənə hədiyyə verirsə, birinci düsturdan hesablayır. 15 vurulsun, 15 çıxılsın 1, bu da 210 edəcək. C variantı. Və saat 3-ə işdir uşaqlar. Baxın, bu videonun izahına hamı baxsın ki, aydın olsun suallar. Baxın, 61 nömrəli sualda nə deyir? Deyir ki, birincidən ikinci alınıbdır. Necə alınıbdır uşaqlar? Siz bunu belə fikirləşə bilərsiniz ki, sağ tərəfi sol tərəfin üzərinə aşırdaq və bu qara şəkil bu vəziyyətdə yaransın. Sonra biz sağ tərəf yoxdur artıq, ancaq sol tərəf var və bu şəkildə 90 dərəcə sola aşırtsaq, sağdakı fiquru almış olur. İndi aşağıdakı altı bucaqlını da sağ tərəfi sola aşırtsaq, baxın bu qara bu vəziyyətdə düşəcək. Bu qara bu vəziyyətdə düşəcək və indi mən də bu şəklin ancaq sol tərəfi var, sola da aşırdanda 90 dərəcə alırıq A variantını. Sağı sola aşırdıq, sonra da şəklin özünü sola 90 dərəcə fırlatmış oluruq. 62 nömrəli suala baxırıq. Bir kitabın səhifələri birdən başlayaraq ardıcıl nömrələnmişdir. 5 ardıcıl səhifənin nömrələri cəmi ən çoxu 245-dir. Uşaqlar hər bir səhifə bir-bir artır da səhifənin sayları. Yəni, məsələn, 5, 6, 7, 8 belə gedir. İndi mən ən sonuncu 5 səhifəni belə hesablayacağım da. Tutaq ki, ən sonuncu səhifəm x-dırsa, ondan sonra x-1, ondan sonra x-2, daha sonra x-3 və üstə gələk x-4. Ən sonuncu 5 səhifə budur. Toplam 245-ə bərabərdir. Nəticədə 5x minus, deməli, 1, 3, 6, 10. 245-i verir. 5x bərabərdir 255.
X də bərabərdir uşaqlar. Deməli 51-ə. Deməli mən bildim ki, mənim üçün bu kitabın sonuncu səhifəsi 51-dir. Sonuncu səhifə 51 isə bu da o deməkdir ki, mənə də şərtdə deyir ki, bu kitabı nömrələyərkən neçə 2 rəqəmindən istifadə olunub. Yəni 1-dən 51-ə qədər mən kitabın səhifələrini nömrələyəndə neçə 2 rəqəmindən istifadə etmişəm. Və uşaqlar, bu mövzunu keçəndə başa düşərsiniz. Biz deyirik ki, 1-dən 99-a qədər kitabın nömrələnməsində 20 dənə 2 rəqəmindən istifadə olunub. Çünki 22-də 2 dənə 2 var. Amma desək ki, neçə səhifədə 2-dən istifadə olunub? 19 səhifədə. Amma neçə dənə 2 var? 20 dənə. İndi mənim üçün artıq 1-dən 99-a yox, 1-dən 51-ə soruşulursa, deməli mənim üçün orada 92, 82, 72, 62, 52 ədədləri daxil deyil bu aralığa. 20-dən 5 çıxırıq, qalır 15 dənə 2 istifadə olunubdur. 63 nömrəli suala baxırıq. 63 nömrəli sualda uşaqlar, baxın, bizə deyir ki, bu şəkillərdən hansı fərqlidir? Yəni, siz bu şəkil fərqliyini ancaq sola-sağa fırlatmaqla müəyyənləşdirə bilərsiniz. Məsələn, mən baxıram ki, mən ikinci şəkili sola fırlatsam, daha doğrusu sağa fırlatsam. İkinci şəkili sağa fırlatsaq, 90 dərəcə sağa aşırsaq, üçüncünü almış oluruq. Sonra üçüncü şəkili mən 2 dəfə 90 dərəcə sağa aşırsam, yəni 180 dərəcə sağa aşırsam, dördüncü şəkili ala bilərəm. İndi dördüncü şəkili 90 dərəcə sola fırlatsam, 5-i də ala bilərəm. Amma mən birinci şəkili necə fırladım, 2, 3, 4, 5-i ala bilmirəm. Yəni, fərqli olan fiqur birinci fiqurdur. 64 nömrəli sualda, baxın uşaqlar, bizə deyir ki, qatlanmış rəngli kağızda kəsiklər edilibdir. Fikirən kağızı açıb, hansı variantı ala bilərik? Yəni, bu deməkdir ki, mən deməli, əvvəlcə bu şəkli diagonal olaraq, baxın, aşağı sağı, yuxarı solun üzərinə qatlamışam. Daha sonra, bu aşağı hissəni, çəkdiyim bu xəttə nəzərən birbaşa yuxarı qatlayırıq. Bu aşağı hipotenuz, baxın, bu vəziyyətdə düşür. Həmçinin yuxarı sağ hissəndə şaquli xəttə nəzərən sola qatlamışam. Bu hipotenuzda bu xəttin üzərinə düşür. Və sonuç olaraq belə bir şəkil almışıq. İndi biz bunu deməli aşağıdan yuxarı qatladığım o uc hissəni geri qaytaranda bu üç bucaq bura düşəcək. Və bu orta hissədəki kvadratın bir hissəsi də bura düşəcək. Həmçinin o sağ tərəfi də bərpa eləsəm, sağdan da sola qatlamışdım. Yenə də eyni qayda olaraq üç bucaq bu hissəyə düşür və bu kvadratın yarısı yenə də burada yaranır. Və indi mən bunu ümumilikdə aşağıya doğru aşırdım. Ən birinci qatladığım vəziyyəti geri qaytarıram. Geri qaytaranda bu kvadratlar bir-birinin qarşısına düşür. Yəni, yarı hissələr bir-birinin qarşısına düşür. Buralarda da tam kvadrat yaranır və bunun özü də, baxın, bu hissəyə düşəcək. Və eyni zamanda bu solda yaranan bu vəziyyətdəki üç bucaq aşağı, yuxarıda yaranan da bu vəziyyətdəki üç bucaq sağa düşür və nəticədə bizim cavabımız olur D variantı. Deməli, 65 nömrəli sual, uşaqlar. Baxın, bəziləriniz deyirsiniz ki, müəllim, bu sual səhvdir. Burada dəqiq tapa bilmirik və s. Olsun, dəqiq tapa bilməyə bilərsən. Məsələn, burada 4 xətli kvadratımız çox ola bilər. Bir dənə yuxarı şəkildə, uşaqlar, fikir verirsiniz ki, bir dənə burada 3 xətli, bir dənə var, o da D-dir. Və D-nin özü də 3 tərəfdən də 4 xətlilərə birləşib NK-Z. İndi bu aşağıdakı şəkildə həmən 3 xətli, biz həmən 3 xətlini bilirik ki, bu ortadakıdır. Deməli, bunun özü D-dir. Və bu D-yə birləşən biri Y-dir, biri X-dir, digəri də bu sağdakıdır, hər biri də 4 xətlidir. Deməli, mən bilirəm ki, X, Y, ya NZ, ya NK, ya KZ, ya bu 3, elə ki, bu üçündən hər hansı 2 dənə cütlükdür, elə deyil. Yəni, D-yə birləşən 4 xətlilər NK-Z-dirsə, bunlardan ikisi X, Y-i əvəzləyəcək.
İndi o ya NZ-dir, ya NK-dır, ya da KZ-dir. İndi bilmirəm onları. Amma bir dənə varianta baxırıq. Hə, yuxarıda bizə də özdə A, B, C, D, Y variantlar şəklində hərfləri sıralayıb ki, X ya S'dir, ya R, ya N, ya Z, ya Q. Y də ya S'dir, ya R, ya N, ya Z, ya da Q-dür. İndi biz X, Y dedik ki, nələrdən olmalıydı? N, K, Z-dən. İndi burada ümumiyyətlə bu sırada K yoxdur, N ilə Z var. Deməli, mənim cavabım ya XN, YZ olmalıdır ya da YZ, XZ, YN olmalıydı. Yəni ya CD olmalıydı ya da DC olmalıydı. Variantda da DC yoxdur, CD var deyə götürürəm Y variantını. Yəni elə məntiq o demək deyil ki, sən bütünlüklə sualı dəqiq tapmalısan. Yəni variantlarla da işləmək lazımdır. Yəni belə bir biliklər də bilməyiniz vacibdir uşaqlar. Baxın, belə bir məlumat verib bizə 66-da. Deyir ki, bu muzeydə yer alan köhnə avtomobil kolleksiyasını yaxından araşdırdıqda əvvəllər dizayn və texnologiyanın gec dəyişməsinə görə avtomobillərin 40-50 il istifadə olunduğundan sonra muzeyə verilməsi müasir insana çox uzun zaman kimi görünür. Ən təcrübəli olan odur ki, ən təcrübli olan odur ki, indiki avtomobillər çox qısa müddətdə muzeylik olacaqlar. Yəni bilirsiniz bu niyə belədir uşaqlar? Əvvəllər belə deyək də, yəni inkişaf daha az olubdur. Yəni avtomobilin dizaynı falan filan, yəni bu dəyişikliklər daha çox gec-gec baş veribdir deyə, yəni eyni avtomobili 40-50 il istifadə edirmiş bir şəxs. Amma indi Çin bir dənə avtomobil buraxır, 5 aydan sonra başqa bir dizaynda bir versiya buraxır. Nə bilim, məsələn, yəni sən bu gün avtomobil almısan, başqa 5 aydan sonra görürsən ki, bir dostun, tanışın başqa bir dizaynda avtomobil aldı. Nəsə onun həvəsinə düşüb satırsan. Elə bil ki, aldığımız avtomobilləri az istifadə etsək də, yəni daha tez bizim üçün köhnəlmiş sayılır da. Yəni bu da elə bil ki, bu dövrün, texnologiyanın inkişafından irəli gəlir. Ona görə məsələn biz burada verilən məlumatdan nəticə çıxartmalıyıq. Bu nəticə avtomobilin insan həyatındakı əhəmiyyətindən söhbət getmir. Avtomobil üçün uyğun tanıtma yollarından da söhbət getmir. Yəni avtomobillərin dünya iqtisadiyyatındakı yeri bunu da demir mənə. Etibarlı olmaları üçün alınan tədbirlər nə demək istəyirdi mənə? Texnologiyada indiki sürətli dəyişiklik nəzərdə tutulur da bu. Yəni həmən avtomobillər elə bir dizaynı, mexanikası, nə bilim nəyi də bu gec belə deyək də yenisi ilə əvəzlənirdi deyə bir avtomobili bir insan 40-50 il istifadə edirdi. Amma indi daha sürətli şəkildə dəyişikliklər olur deyə avtomobillərimizi tez dəyişirik və s. 67-də nə deyir? Deyir ki, uşaqlar, aşağıdakı bu 5 şəkildən hansı dördünü fırlatmadan aparıb yuxarıda yerinə yazsaq, yuxarıda şəkil tamamlanar, biri artıqdır. Məsələn, mən burada fikir verirəm ki, məsələn, bu D variantını fırlatıb eləmədən hara yerləşdirə bilərəm? Fikirləşdim ki, bura yerləşdirə bilərəm də, sütunda da 3, sətirdə 2 dama. Yaxşı, bunun sağına baxın, bu 3 dənə sağa doğru qalxan, deməli, kvadratları görürəm. Fikirləşirəm ki, bunun özü bu aşağı sağ hissədə otursun. Hə, A-nı da yerləşdirdim. İndi mən A-nın üstünə B-ni yerləşdirmək istəyirəm ki, hansı ki, o bu vəziyyətdə olacaq. Fikirləşdim ki, B bu vəziyyətdədir. Ən yuxarı sol küncdə də eləcə də Y-nin yeri qalıb boş. Deməli, burada nə oldu? C artıq oldu. C yuxarıdakı şəklin hər hansı bir hissəsi deyil. Növbəti sualımız 68. Uşaqlar, bu da 2023-cü qəbulda hətta sonuncu sual olaraq verilmişdi. Bundan da çətin verilmişdi o sual. Yəni, sırf bu sual deyildi, amma bu tipdə bir sualdır. Hətta orada 5 söz vardı, 5 dairə var idi. İndi burada 3 dənə söz verib. Cəhd, icad və cəza. İndi deyir, bu sözlərin hərfləri şəkildəki ədədlərlə şifrələnibdir. 1 və 2 ədədləri müvafiq olaraq D və Ə hərflərinin şifrəsi olarsa. Yəni, bu nə deməkdir? Bu deməkdir ki, birinci və ikinci rəqəmlər D və Ə hərflərinin şifrəsidir. Hətta sıra ilə deyir də, yəni 1 D-nin şifrəsidir, 2 də Ə-nin şifrəsidir.
Ümumiyyətlə uşaqlar, gəlin bu 3 dənə sözdə baxaq ki, hansı hərf bir sözdə var, hansı iki sözdə, hansı üç sözdə. Üç sözdə olan bir dənə hərf var, o da C hərfidir. Konkret onun da şifrəsi bilirik ki, 4-dür. Bunu yazdıq yerinə. Bir sözdə, məsələn, C-nin özü dedik ki, 3 sözdə var. Ə-nin özü 2 sözdə var. H-nın özü 1 sözdə var. D-nin özü 2 sözdə var. İcad sözündəki i hərfi 1 sözdə var. Sonra a hərfinə baxanda 2 sözdə var. Sonra ə hərfinə baxanda dedik ki, 2 sözdə var. Z hərfi 1 sözdə var. Bütün hərfləri tapdıq. İndi mən bir sözdə olan hərflərin şifrələri də bir dairəyə daxil olan şifrələrdir də 3, 6, 7. İki dənə iki sözdə olan hərfin şifrəsi 2 çevrəyə daxil olur. Bunun biri 1-dir, biri 2, biri də 5-dir. İndi biz iki sözdə olan hərfləri bildik ki, biri A-dır, biri D-dir, biri də Ə-dir. İndi D ilə Ə-nin şifrəsini bildik, onda 5 qalır A hərfinin şifrəsi. C-nin şifrəsini də bildik. İndi mənə deyilmişdi ki, 2 Ə-nin şifrəsidir, bir də D-nin şifrəsidir. Onda bu deməli, D-nin özü həm soldakı dairədə var, həm sağdakı dairədə varsa, bu cəhd və cihad sözlərinin deməli tərkibindədir D hərfi. Deməli, soldakı dairə olacaq onda cəhd sözünün şifrəsi. Çünki bu dairənin içinə ə daxildir. Onda bu H-nın şifrəsi 7-dir. Onda icad sözü də aşağı sağdakı dairənin içində olacaq. Çünki burada D var. Amma ə yoxdur. Ona görə burada 6 da olacaq i-nin şifrəsi. Onda bir dənə 3-ə də qalır z-in şifrəsi və bu şəkildə bütün hərflərin şifrələrini tapdıq. İndi cihaz sözünün şifrəsi hansı olacaq? C-nin şifrəsi 4-dür. I-nin şifrəsi dedik ki 6-dır. 4, 6 olanda bir dənə B var. Opslarını da tapa bilirik. Eyni hamısı göz qabağındadır. Baxarsınız. 69 nömrəli sual. Uşaqlar, baxın, çubuqlar məsələsi vardı. Bizim şəkil əlaqələri 23, 24, 25 tipli suallar qanuna uyğunluğu müəyyən edin. İndi bu məsələ nədir? Soldakı ikisinin cəmi, sağdakı ikisinin cəmini verməlidir. Yəni, demişdim ki, bu cəm ədəd deyil ki, toplayaq, üst-üstə qoymaqdır. Yəni, soldakı bütün xətlər sağda da olmalıdır ki, bərabər bir fiqur alınsın. İndi biz burada nə edirdik? Soldakı fiqurlarda olan xətlərdən hansı sağda yoxdursa, onları bərpa edirdik. Hətta demişdim ki, sağdakı fiqurda olmayan xətlər mənə lazımdır. Onda nə etməliydik ki, sağdakı fiqurda olan xətlərin olduğu variantları silərdiniz. Belə baxa bilərdiniz. Məsələn, mən bilirəm ki, bu xət A variantında var, onda A variantı mənim cavabım deyil. Mən baxıram ki, aşağı sağa diagonal düşən xət C-də var, o mənim cavabım ola bilməz. Daha sonra biz Y variantında da bu diagonal yuxarı qalxan aşağıya düz xətləri görürük. Y də bizim cavabımız ola bilməz. Qaldı B ilə D-nin özü. İndi B ilə D-də də uşaqlar, deməli mən sağdakı fiqurda olan xətlərdən artıq B variantında, D variantında görmürəm. Onda belə fikirləşək. Bəs solda olub sağda olmayan xətlər, artıq o bizə deməli B variantında hətta əskiyimiz var. Niyə? Çünki bu yuxarıya qalxan xət buradan belə qalxmalı idi. O həm də bu digər tərəfdən də gəlib belə birləşməli idi altı bucaqlı şəklində. Bu D-də var, amma B-də yoxdur. Yəni, qısası, soldakı fiqurlarda olub sağda olmayan xətləri sağdakının üzərində çəkə bilərdiniz. Məsələn, artıq bu uzun xət var, amma üstdən aşağı düşən bu xət yoxdur. Onu çəkdim. Aşağıdan yuxarı qalxan bu xət yoxdur, bunu çəkdim. Deməli, sol küncdən bu uzun aşağıya düşən bu xət yoxdur, onu çəkdik. Sonra burada diagonallar var. İndi keçirik uşaqlar. İkinci fiqura baxırıq. Soldakı ikinci fiqurun aşağı hissəsindəki bu xətt də yoxdur. Bu xətti belə çəkirik biz.
Deməli belə. Hətta bu hissə yoxdur belə. Belə bu hissəmiz yoxdur bizim. Deməli, bu biraz belə olmalıydı. Bunlar belə düşməliydi biraz. Və ikinci şəkildəki bu xətt ümumilikdə buradan belə düz getməli idi. Bu ikinci şəkildə yuxarıdan aşağıya düşən xətt belə, amma bu üstlər biraz bu formada gəlməli idi. Alt bucağının elə ki, tərəflərini yaratmalı idi bizim üçün. Həmçinin sol tərəfdən də o xəttlər beləcə gəlib birləşməli idi. Ona görə biz dedik ki, B-də bax, bu hissə yoxdur deyə. B yox, bizə D lazım idi. Daha sonra uşaqlar 69 nömrəli sualda baxdıq. 70-də nə deyir? İki atıcıdan birinin hədəfi vurma ehtimalı 0,8-dir. Yaxşı, bəs vurmama ehtimalı neçədir? 0,2. İkinci atıcının hədəfi vurma ehtimalı 0,75-dir. Bəs vurmama ehtimalı 0,25. Hər iki atıcı bir dəfə atəş açdıqda hədəfin vurulmaması ehtimalını tapır. İndi bu hadisələr uşaqlar bir-birindən asılıdır. Niyə? İndi burada mənə belə deyək də, ayrı-ayrılıqda birinci və ikincinin hədəfin vurmama ehtimalını soruşsa toplayaram. Amma yəni bir hədəfə atəş açılır. Ola bilər ki, bu hədəfi birinci açılan atəş vursun. Ola bilər ki, ikincidən açılan atəşlə bu hədəf vurulsun. Yəni ona görə mən burada bu hadisələrin bir-birindən asılılığını görüb bunların hasilini tapacağam mən. Yəni mən dedim ki, ümumilikdə bir hadisənin uşaqlar baş vermə ehtimalı 0 ilə 1 arasındadır. Yəni bu hadisə baş vermirsə, yəni mümkün deyilsə baş verməsi, bunun ehtimalı 0 olur. 100% baş verirsə 1 olur. Ümumiyyətlə baş verə bilər, baş verə bilməz deyirsə 1 ilə 0 arasında olur bunun ehtimalı. Mən niyə baş vermə hadisəsi deyir 0,8-dirsə, deməli baş verməməsi 0,2 götürdüm də. Yəni bu hədəfin vurulma ehtimalı 0,8-dir, vurulmama ehtimalı 0,2-dir. Həmçinin 1-dən çıxıram 0-dan %5-i qalır 0-dan %25. Deməli nəticədə bu vurulmama ehtimalları birində 0,2-dir, birində 0-dan %25-dir. Bunların bir-birinə hasili deməli bizə verir uşaqlar 20-də 1-i. Yəni 10'da 2 vurulsun. %25. Bu 4'də 1. 2 ilə də 4 ixtisar getdi. 2 20'də 1 edilir. 71 nömrəli sualda uşaqlar fikir verin, deyir qanunu müəyyən edin. Hə, deməli nə baş verir? Mən bu soldakı iki fiquru üst-üstə qoyub üçüncünü alıram. Sol bu iki fiquru üst-üstə qoyub üçüncünü aldım. İndi bu soldakı iki fiquru üst-üstə qoyanda çevrə içində deməli ulduz yaranmalıydı. O da deməli bu belə deyək də buna bir bu zolaqlar xətlərlə üst-üstə düşəndə xətlər görünməməlidir də. Çünki biz bunu ikinci şəkildə görürük. Axı məsələn bu xətt bu zolaqla üst-üstə düşüb, bu zolaq bu xəttinə həmin xətlər görünməyibdir. Hansı ki üst-üstə düşməyən xətlər görünübdür. Ona görə biz B-ni, A-nı silirik ki, çünki burada verilən məsələn bu güşələr deyək də xətlərlə üst-üstə düşəcək deyə xətlər görünməməlidir. Xətlərin görünmədiyi bizim iki variantımız var. D ilə Y. Orada da Y-nin orta hissəsi qaradır deyə səhvdir. Çünki baxın burada da bu orta nöqtələr, dairələr üst-üstə düşür. Eləcə olduğu kimi də aydın şəkildə görünür ki, bu dairələr boş qalır, ağ qalır. Qaralmır deyə cavab D olacaq. Hə, 72 nömrəli sual, şifrələr mövzusuna aid olan bir sualdır uşaqlar. Baxın, bizə deməli hər bir bu sətirlərin şifrələri hansısa variantda verilibdir. Deməli, eyni simvolların şifrəsi eyni rəqəm olmalıdır. Ona fikir verin. Məsələn, mən bir dənə burada 3-cü sətirdə bu iki dənə
eyni simvolu görürəm. Onların şifrəsi eyni rəqəmlər olmalıdır. Hansında eyni deyil, A-da eyni deyil deyə A-nı silirəm. Sonra nəyə fikir verməlisən? Məsələn, birinci sətrin sonu, ikincinin əvvəli eyni fiqurdur. Onların şifrəsi eyni rəqəmlər olmalıdır. O harda pozulur? Heç birində. Daha sonra belə baxa bilərdiniz. Birinci sətrin ikinci fiquru, üçüncü sətrində birinci fiquru. Birin ikisi, üçün biri eyni olmalıdır. Birin ikisi, üçün biri, məsələn, B variantında 7-dir, biri 9-dur, deməli düz gəlmədi. C variantında hər ikisi 9-dur. Y variantında biri 2'dir, biri 9'dur diye. Y'de düz olmadı. D variantında biri 2'dir, birincinin ikincisi 9, üçüncünün birincisi de 9'dur. Bunlar eynidir. İndi C ilə D-ni eləməyimiz üçün başqa bir simvollara baxmalıydıq. Məsələn, birinci sətrin birinci smayliki, ikinci sətrin sonuncu smayliki. Deməli, C variantında 1'in birincisi 9'dur, 2'nin sonuncusu 7'dir, C də ələndi. D variantı oldu doğru variant. Sonra 73'te bizə deyir ki, kubu yıxsaq, hər bir til 1 santimetrdir. Bu kubu yıxsaq B ilə A arasındakı məsafə, nöqtələr arasında məsafə neçə santimetr olar? Uşaqlar, mən bu kubu yığanda bu A üzü gəlib deməli, məsələn, kubun alt hissəsində qala bilər, fərqi yoxdur, yəni yığandan sonra fırlada bilərik də. İndi biz bu kubu tam yığılmasını təsəvvür eləməsəydik də kublar mövzusunu keçmişik. Dedik ki, ən üstdəki üzü sağa, sola aşırda bilərik. Məsələn, ən altdakı üzü mən sola aşırtsam, deməli, A bu nöqtədə qalacaq. Bir də sola aşırtsam, A nöqtəsi bura düşəcək. Və bu halda A ilə B arasındakı məsafə 1 til olacaq. O da eləcə B variantının özü 1 santimetrə bərabər olacaq. Yəni, bu kubu yığanda A üzü, deməli, o həmən nöqtəyə birləşmiş olacaq. A təpə nöqtəsi. Daha sonra 74 nömrəli sual deyir. Xəstəxanada müayinə üçün hər həkimə 40 xəstə, hər tibb bacısına isə 20 xəstə düşür. Bu nə deməkdir? Bu demək ki, deməli tibb bacıların sayı həkimlərin sayından 2 dəfə çoxdur da. X dənə həkim var, 2x dənə də tibb bacısı var. İndi deyir, əgər xəstəxanada həkim, tibb bacısı və xəstələrin sayı birlikdə 172 olarsa. İndi uşaqlar, hər həkimə 40 xəstə düşürsə, onda bu X həkim varsa, hər birinə 40 xəstə düşürsə, 40 vurulsun X sayda da xəstə var. X dənə həkim, 2X tibb bacısı, 40X dənə də həkim var, xəstə var. Toplam 172-dir. 43X bərabərdir 172-yə, X də bərabərdir 4-ə. Deməli, 4 dənə həkim, 8 dənə tibb bacısı, 160 dənə də xəstə var. Tərəzi mövzusudur uşaqlar. Baxın, bizə deyir ki, 3 dənə kvadratın çəkisi bir dənə ulduza bərabərdir. Mən gətirib ikinci tərəzidə ulduzun yerinə həmən o 3 dənə kvadratı yerləşdirirəm. 4 dənə ulduz 2 dairədir. 4 ulduz 2 dairə, 4 dənə kvadrat 2 dairədir. Deməli, 2 kvadrat 1 dairəyə bərabərdir də. İndi mən ulduzların biri 3 dairə, 3 kvadrata bərabər olduğunu bilirəm. Gətirib ulduzun yerində, burada sağ tərəfdə 2 ulduzun yerinə 6 kvadrat düşür də. 6 kvadrat çəkdim, qoydum və yaxud fərqi yoxdur. İndi hər dəfə 2 kvadrat bir dairədir deyə 6 kvadratda 3 dənə dairə ilə əvəzlənəcək A variantı. Çünki dairələrə gətirmək lazımdır bunları. Variantlarda ancaq dairələrdir. Bizə çəki önəmlidir uşaqlar. Fiqurun sayı görünüşü heç bir əhəmiyyət kəsb etmir. Baxırıq ki, ulduz 3 kvadrata bərabərdir. İkinci tərəzinin sol gözündə ulduzun yerinə 3 kvadrat yazırıq, çəki dəyişmir. 4 kvadrat 2 dairəyə bərabərdirsə, deməli 1 dairəyə 2 kvadrat düşdü. İndi mən 2 ulduzun yerinə 6 kvadrat yazıram. 6 kvadratın özü də deməli nəyə bərabər idi? 3 dairəyə. 76 nömrəli soru. Roman, proloq, opera nə olacaq uşaqlar? Opera uvertura olacaq. Deməli, roman uşaqlar proloqla başlayır, epiloqla bitir, başlanğıc və giriş və çıxış hissələrdə operada uvertura ilə, operanın da başlanğıcı uvertura olur. Ona görə cavab A variantıdır.
Ya 77 nömrəli sualda hesab əməlləridir. Baxın uşaqlar, bizim kitabda da çox bu tipdə sual var. Hər dəfə izah eləyəndə deyirəm ki, baxırsınız ki, yəni sizin üçün ikinci sağdakı sütunda nə var? 2 dənə B, 2 dənə C var. Yəni siz 2B, 2C'nin cəmindən burada 6 da ala bilərsiniz, 16 da ala bilərsiniz. İndi 6-dırsa əgər 2B, 2C'nin cəmi, onda B plus C bərabərdir 6 bölü 2, 3-ə. B plus C 3-dürsə, indi gətirib birinci sütunda B plus C'yə 3 desək, 15 eləməsi üçün onda A ilə A-nın cəmi 12 olmalıdır. A ilə A-nın cəmi 12-dirsə, onda A-nın özü 6 olur. Yox, əgər mən burada B2, B2C-nin cəmini 16 da götürə bilərdim də. Yəni 2B, 2C-nin cəmini biz 16 götürsək, onda B ilə C-nin cəmi 2-yə böləndə hər tərəfi 8-ə bərabər olur. C plus B-nin yerinə bu dəfə 8 yazanda, onda bizə lazımdır ki, A ilə A-nın cəmi 6 olsun ki, bu birinci sütun 14 eləsin, sağ tərəfdən də yadda 1 qalmışdı, olsun 15. A ilə A-nın cəmi 6 olanda da, onda A-nın özü 3 olur. Məndən də A-nın ala biləcəyi qiymətlərin hasilini tapın deyib, 3 vur 6 da eləsin sizin üçün 18. 78. Hə, uşaqlar, şəkil ədəd əlaqəsidir. Baxın, deməli, bu kənarlarda verilən 4 və 9-u vurur bir-birinə. Çıxır buradan 3, 6, 7, 5-in cəmini. Bu da bizə verəcək 21-i. 21-i çıxır, nə qalır? 15. Qana yolunluq belədir. İndi mən burada 8 vur 7-dən çıxacam. 1, 6, 3, 4-ün cəmini. Yəni 56-dan çıxmalıyıq biz 14, 42 verir. Daha sonra 79 nömrəli sual. Uşaqlar, bu xətt boyunca, halqa boyunca hər bir ədəd özündən əvvəlki ikisinin cəminə bərabər olur. Elə ki, Fibonacci ardıcıllığı var da burada uşaqlar. Fibonacci ardıcılığı dedik ki, üçüncüdən başlayaraq hər bir ədəd özündən əvvəlki ikisinin cəminə bərabər olur. 2 plus 3, 5 eləyir. 3 plus 5, 8. 5 plus 8, 13. 8 plus 13, 21. 13 plus 21 də bizə verəcək deməli 34. 20-dən 34 də 55 eləyir. Daha sonra 80 nömrəli sualda görək nə verilib uşaqlar. Uyğunluq mövzusuna aiddir. Baxın, durna da, toyuq da quşdur. Təyyarə də, avtomobildə hər ikisi nəqliyyat vasitəsidir. Yəni, qadın da, insan da kişidir deyilməli. Kişi də, qadın da insandır. Olsaydı düz olardı da. Yəni, sözlərin ardıcılığına fikir vermək lazımdır. Eyni yerdə duran sözlərin məna baxımından eyni mənaçalarını verməli idi. Ona görə cavabımız A variantı olur. 81 nömrəli sual, uşaqlar. Baxın, burada baxırsınız ki, hansının simmetriyası yoxdursa, o artıqdır. Məsələn, birinci şəklin simmetriyası, yəni qollar yuxarı, dairə də ağ, onun əksi qollar aşağı, dairə qara, bu var. Sonra qollar sağa, dairə qara, qollar sola, dairə ağ olan əksi. Onda buna belə baxaq da biz. Rəng əksi olaraq baxaq sadəcə. İndi yəni belə də edə bilərsiniz. Baxırsınız ki, qaraların sayı 1, 2, 3, 4, 5-dir. Ağların sayı isə, uşaqlar, ağların sayı burada 6-dır. Deməli, ağlardan biri artıqdır. Siz sadəcə ağ-qara kimi əksinə baxın. Məsələn, qolları yuxarı ağ olan var, qolları yuxarı qara olan da var. Qolları sağa qara olan var, qolları sağa ağ olan da var. Sonra qollar düz olan ağ var, qarası da var. Qolları aşağı olan ağ var, qarası da var. Sonra qolları əksinə olan qara var, onun ağı da var. Buradadır. İndi hansının simmetriyası olmadı? Bunun simmetriyası olmadı deyə bu artıq oldu.
A variantı oldu artıq. Daha sonra 82 induksiya, deduksiya uşaqlar. Bunlar bir-birinin əksidir. Biri hər ikisinin deməli nəticə çıxarmaq deməkdir, yəni nəticə əldə eləmək. Sadəcə biri ümumidən xüsusiyə təhlil edir. Məsələn, induksiya xüsusidən ümumiyə doğru təhlil etməkdir. Nəticə çıxarmaqdır. Deduksiya isə ümumidən xüsusiyə doğru təhlil edib nəticə çıxarır. İndi inkarın əksi bizə təsdiq lazımdır. 83 nömrəli sual aşkar operatordur. A1-dir, B5-dir. Bir operator 5 bərabərdir. 5'in kvadratı minus 3 vurulsun 1 operator 5. Ters operator değil ha. Solda da AB'dir, sağda da. Böl 2. Şimdi bu 1 operator 5'lere bir daha x deyirik. X bərabərdir 25 çıxılsın 3x böl 2. 2x plus 3x bərabərdir 25. 5x 25 ise uşaqlar x'in özü də nəyə bərabərdir? 5'ə bərabərdir. A variantı. 84 nömrəli sual. Uşaqlar bu sual biraz PDF-də, yəni skanda hər bir deməli rənglər qara düşübdür. Amma əsli belə deyil. Bunun sizdə olan kitabçalarda görürsünüz ki, məsələn, hər bir sətirdə ağ, qara, boz hissələr var. Qara, boz, ağ hissələr var. Qara, ağ, boz hissə belə gedir ardıcıllıq. İndi burada da ulduzda da kənarı qara, orta ağ, ən içəri boz. Sonra baxırsınız ki, ağ, boz, qara var. Deməli bizə indi nə çatmır? Kənarı qara, sonra orta boz, içərisi ağ olan çatmır. O da C variantındadır. İndi şəkil biraz burada hamısı elə qara düşübdür deyə siz suala baxanda aydın olar sizə. Burada nə çatmır, onu tamamlamalısınız. 85 nömrəli sual. 85 cədvəl sualıdır, vurma əməlidir. A vur B uşaqlar nəyə bərabərdir? 56-ya. Daha sonra isə C vurulsun B bərabərdir B üstü 4-ə. Hər tərəfdən buradan B-ləri siləndə C nəyə bərabər olur? B üstü 3-ə. C B üstü 3-ə bərabərdir. Başqa bir də bizə nə veribdir uşaqlar? B vurulsun A-da. B vurulsun A-da C kvadrat çıx 8-dir. A vur B 56-dır, B vur A-da C kvadrat çıx 8-dir. Yəni hasil dəyişmir ki, vurğular dəyişəndə. Deməli, mən burada nə edəcəm? Birbaşa C kvadrat çıx 8 56-ya bərabərdir. C kvadrat 64-dür, C 8-dir. C 8-dir. Əla, C 8-dirsə, C bərabərdir B-nin kubuna. Bu o deməkdir ki, B-nin kubu 8-dirsə, B bərabərdir 2-yə. B 2-dirsə, A da 28-dir də. Bizdən nəyi soruşur? Deməli, 28 üstə gəl 2, 30, çıx 8, 22. Cavab 22-dir. Hərflərin sırası pozulubdur. Buradan biz söz düzəltməliyik və 4-ü eyni sözlərdir. Yəni uyğun, bir-birinə uyğundur, yaxın mənalıdır, yaxın sözlərdir. Biri fərqlidir. Fərqli söz tapmalıyıq. A variantı Avstraliya sözüdür. C variantı Afrikadır. B variantı Avrasiyadır. D variantı Antarktidadır. Elə idi uşaqlar. Hə. İndi burada fərqli olan Y variantıdır ki, bu materik sözüdür uşaqlar. 87 nömrəli sual. Deyir, 4-ündən bir cümlə düzəldin. 4-ündən bir cümlə düzəldin. Bax, bu 9 noyabra olan bir cümlə, aid olan bir cümlədir. Deyir ki, baxın, 9 noyabr bayraq günüdür. Burada fərqli olan D variantıdır, qırmızı sözüdür. Artıq olan daha doğrusu. Burada qaldı bizim deməli uşaqlar 88 nömrəli sualımız. Baxın nə baş verir. Deməli biz bu fiquru
90 dərəcə sola fırlatmışıq. Sağ yanını artırmışıq bir dənə də üçbucaq. Sonra bir də biz bunu 90 dərəcə sola fırladanda bu sağ yanını artırmışıq. Bu vəziyyətdə bir üçbucaq yaratmışıq. Bir alınıb üçüncü. Üçüncüdə də bir dənə də belə bir üçbucaq yaradıb 90 dərəcə sola fırladanda dördüncü alınır. İndi bunun bir dənə də bu sağ yanını deməli bu vəziyyətdə artırsaq, bir dənə üçbucaq alınar. Sola fırladanda D variantı. Daha sonra məsələn 91-ə baxırıq. Gəmi su. Nə əlaqəsi var? Gəmi suyun üzərində hərəkət edir. Tramvay da relslərin üzərində. 89 qeyri-aşkar operator sualıdır. Deməli 3-ü 16, 3-ü 6-ya vurur 18, 18-in rəqəmlərini toplayır 9. Bu şəkildə 8 vur 2, 16, 16-nın rəqəmləri cəmi 7. 92-də kub sualıdır. Deyir ki, uşaqlar, bu kubun açılışı hansı deməli şəkillər olacaq? Buradan baxıram ki, mən hansıları alına bilər? Bir alına bilməz. Niyə? Çünki bu orta xətti olan üzlə və kənarı çərçivə olan üzə baxsaz, bu orta xətt kənarı çərçivə olan üzə sağdakı üzü kəsmir, sağdakı üzə birləşmir. Amma birdə o orta xətti olan üzün həmən o orta xətti bu çərçivəyə birləşmiş vəziyyətdə verilib, düzgün deyil. 3 də səhvdir. Niyə? Çünki belə bir x üzü veribdir mənə. Bu da səhvdir. Çünki mən bunu açanda bu 3 dənə üzü görməli idim. 2, 4, 5 doğrudur. Çünki məsələn, mən götürüb 4-dən ən yuxarıdakı üzü silib aşağıya keçirsəm, bu vəziyyəti verir. Bu 3 dənə üz eyni ilə mənə yuxarıda verilən görünüşü verir. Həmçinin 2-nin özü də tamamilə doğrudur. Diaqonal olan üzü bir dənə mən diaqonalı yox əslində. Məsələn, bu orta xəttdə olan üzü bir dənə sağa aşırtsaq, deməli, həmən o orta xətt, bu diaqonal olan üzə birləşəcək. Elə bir ki, kubu bir dənə 90 dərəcə sola aşırtsaq, eyni ilə yuxarıdakı görünüşü verəcək. Orta xətt üstü diaqonal, sağında bu çərçivə olan üz. Həmçinin 5-in özü də doğrudur. Bir dənə yuxarıya doğru qaldırsaq, bu orta xəttdə olan üzü, orta xətt diaqonal olan üzə birləşəcək. 2, 4, 5 doğrudur. Sonra gəldik 90 nömrəli sualda bizə deyir ki, Ramil, Aytac, Nicat sərgiyə tablo təqdim edir. Fərid, Zəhra, Orxan isə heykəl təqdim edir. Zəhra və Orxan əsərlərini evdə, Zəhra ilə Orxan əsərlərini evdə hazırlayıb aparır. Amma digərləri emalatxanada. İndi bizə deyir ki, kim heykəli emalatxanada hazırlayaraq təqdim edir. Heykəl hazırlayan 3 nəfərdən Zəhra ilə Orxan evdə hazırlamışdı. Bir dənə Fərid emalatxanada, o da C variantı. 91 nömrəli sual dedik, 2-ni dedik, 93 nömrəli suala baxırıq uşaqlar. Aha, bizə deyir ki, aşağıdakı verilən şəkillərdən, dördbucaqlardan hansı yuxarıdakı ardıcıllıqla qatlanıb, daha sonra açılanda həmən vəziyyət yaranacaq. Yəni, yuxarıdakı ardıcıllıqla hər hansı bir dördbucağını qatlamışıq. İndi deyir ki, hər hansı bir kəsiklər edib açanda aşağıdakılardan hansı alınacaq? Burada simmetriyaya fikir vermək lazımdır. Məsələn, birincisi, bu diaqonal xəttə nəzərən, bu hissə ilə yuxarı bir-birinə simmetrik olmalı idi. Qatlayanda o kəsiklər üst-üstə düşməli idi. Daha sonra bu yuxarı sağ küncü sola qatlasaydım, kəsiklər üst-üstə aşağı hissəni yuxarı qatlasaydım, kəsiklər üst-üstə düşməli idi.
Məsələn, burada baxırıq ki, biz B variantı doğrudur. Daha çok 1 doğrudur. Çünki mən bu diagonal xəttə nəzərən sağ aşağı hissəni sol yuxarının üzərinə qatlasam, həmən kəsiklər üst-üstə düşür. Daha sonra bu xəttə nəzərən sağ solla, bu xəttə nəzərən aşağı yuxarı ilə üst-üstə düşür. 4-də də elədi. Burada atılışı ola bilməz deyir. O 2-dir, 3-dür, 5-dir. Çünki heç mən burada bir dənə 2-də bu diagonal xətti çəkəndə belə bu kəsiklər üst-üstə düşmür. Belə düşür o üçbucaq kəsik. Həmçinin 3-ün özündə də. Məsələn, mən bu xətti belə qatladıq, bu xətti bir də belə bu şaquli xəttə nəzərən sağı sola qatlayanda kəsiklər üst-üstə düşmür. Həmçinin 5-də də. İndi bizdən soruşur ki, uyğun olmayanlar uşaqlar 2-dir, 3-dür, 5-dir. Burada da bu orta xəttə nəzərən üst-üstə düşürlər, amma mən bir dənə yuxarıdan şaquli xətt çəkdim. Bu sağ küncü sola qatlayanda o kəsik buradan da belə olmalıydı, olmur. 94 nömrəli sualda deyir ki, sudokunu doldur, A plus B-ni tap. 1, 2, 3, 4, 5 rəqəmlərini deməli biz bütün sətirlərə, bütün sütunlara yazmalıyıq. Həmçinin qara xətlərlə məhdudlanmış bu boşluqlara da hər bir rəqəm bu boşluqlarda da olmalıdır, sətirlərdə də, sütunlarda da təkrarlanmamaq şərti ilə. İndi baxırıq ki, uşaqlar, birinci sütunda ən aşağıda 3 var. Amma bu blokun içində 3 yoxdur. Mən 3-ü mütləq bu bloka yazmalıyam. Amma bu damalara yaza bilmərəm, çünki həmən sütunda 3 var. Onda A-nın özü 3 olur. İndi A-nın özü 3-dürsə, bu ortadakı bloka, uşaqlar, mən 3 yazmalıyam, amma 2-nin altına 3 yaza bilmərəm. Çünki həmən sütunda 3 var. 3 olur 2-nin sağındakı damalarda. Onda bu B-nin üstü də 3 ola bilməz də. Növbəti blokdur. Artıq bu ortadakı blokda 2-nin olduğu sətirdə 3 var. Bu ikisindən biri 3-dür. Onda B-nin üstünə də 3 yaza bilmirik. İndi ən yuxarı sətirdə A3-dür deyə, bu ikisinə də 3 yaza bilmərik. B-nin özü olur 3. A ilə B-nin hər ikisi 3-dür. Cəm edir 6. 95 nömrəli suala baxırıq uşaqlar. 95 nömrəli sualda deməli bizə deyir ki, bu verilən damaları sağdakı şəkildə elə yerləşdirək ki, bir-birinə birləşən tərəflər, iki müxtəlif dördbucağın bir-birinə birləşən tərəflərindəki rəqəmlər eyni olsun. Biraz yaxınlaşdırım. Aha, indi biz burada nəyə fikir verməliyik? Hətta burada deyir ki, şəkildə B-nin yerinə 2 düşəcəyi əvvəlcədən verilib də. Deyir ki, şəkildə B-nin 2 olduğunu bilərək doldurur. İndi B 2-dir. Deməli, mənə bu 2-nin aşağıdakı damaya da 2 düşməyi lazımdır. Yuxarı sağ hissəsi 2 olan bir dənə dama var, o da budur. Onu yazıram bura 3, 2, 4, 1 kimi. Bəs aşağı sol hissəsi 2 olan hansıydı? Ən birincisi idi də budur. B2 isə deməli bunun özü düşür bura. Onu da aşağı sal 1, 4, 3. Deməli sol aşağı hissəsi 4 olan 3 dənə kvadrat var. Bura 4 düşməlidir. Sağ aşağısı da 3 olan lazımdır ki, A-nın sağı 3 olsun ki, digər 3 ilə birləşir də, digər tərəfdə 3-dür. İndi sağ aşağısı 3 olan 4 dənə kvadratımız var. Sol aşağısı da 4 olan 3 dənə kvadratımız var. Və bu 3 dənə kvadratın hər biri eynidir də. 3, 1, 2, 3, 1, 4, 2, 3, 1, 4, 2'dir. Ona görə məcburuq ki, burada bir fərq yoxdur deyə bura 3, 1, 4, 2 olanlardan birini yazdıq da. Tutaq ki, bunu yazdıq. İndi sağ aşağısı 2 olan lazımdır mənə bura yazım. Sağ aşağısı 2 olan lazımdır. Və burada da sağ aşağısı 3 olan var.
İndi sağ aşağısı 3 olanlar dedik ki 3 dənədir. Hə, 3 dənə var. O 3 dənə 3 1 4 2 idi. Bax bu ikisi qalıb. Dördüncüsü də 3 4 1 2-dir. Amma sağ aşağısı 2 olan da dedik ki 3 dənə qalır. 2 4 3 1 2 4 1 3 2 3 1 4. İndi uşaqlar bir də mənə burada da sağ aşağısı 3 olan lazımdır burada da. Mən sağ aşağısı 3 olanların ikisi dedim ki eynidir. 3 1 4 2. Mən bura götürüb 3 1 4 2 yazanda A da 1 olmalıdır. Yəni aşağısı 1 3 olan yazmalıyam bunun üstünə. Yəni tutaq ki bunlardan birini yazdım mən bura 4 2 3 1. Onda indi A 1-dirsə sağ tərəfi də 3 olan lazımdır ki o da bunun özüdür. Mən indi götürüb bura 1-i, 2-ni, 4-ü yazsam, aşağı sağı 2, solu 4 olan qalmayıbdır. Aşağı sağı 2, solu 4 olan qalmayıbdır deyə, deməli mən ən başda səhv elədim. Nəyi səhv elədim? 3 1 4 2 yox. Mən bura götürüb bu sağdakı 3 4 1 2-ni yazmalıydım. Mən bura deməli yazmalıydım 3 4 1 2 kvadratını. Sonra onun A'ya 4 düşəcəkdi və aşağısı 4 3 olanlardan birini bura yazmalıydım da. Məsələn, tutaq ki bunun ikisi də eynidir. 4 2 3 1. İndi sağı 1 sağı 2 aşağı sağı 2 solu 1 olan yazılmalıydı bura. Yəni bu 1 C olur 3 sağı 4. İndi bax burada 2 düşməlidir. Burada 2 düşməlidir. Burada 3 düşməlidir. Aşağı sağı 3 olan bir dənə qalıbdır. O da budur ki 4 2 3 1. 3 1. İndi 2-nin üstü 4 olmalıdır. Deməli sağ sütun aşağıdan 2 yuxarıdan 4 olanı lazımdır mənə. O da ortada qalıbdır. D 1 düşür. D'nin altına 3 düşür. Bura 3. 2 3 olanda baxın ən solda qalan bu bir dənə kvadratdır. 1 2 3 1 4. Bunu da bu şəkildə doldurduq. İndi bizdən soruşurdu ki, ABCD ardıcıllığı A 4'tür, B'ni özü vermişdi 2'dir, C'ni 3 tapdıq, D'də 1'dir. 4, 2, 3, 1. Və 96 nömrəli sual uyğunluqdur. Uşaqlar deyir ki, verilən sözcüklərindən 1, 2, 3 sözlər arasındakı məntiqi əlaqələrə əsasən hər cüt üçün analoji olan variantı seçin. Yəni bu nə deməkdir? Yəni çəhrayı rəng. Bu demək ki, çəhrayı rəngə aiddir. Çəhrayı rəngin bir növüdür. İndi burada da hündür alçağın növü deyil, saat zamanın növü deyil, küknar ağacın növüdür, Londonda şəhərin bir növüdür, biridir və s. Böyük kiçik əks mənalıdır. Ona hündür alçaq aiddir, buna gecə gündüz aiddir. Tərəzidə çəkini ölçən bir cihazdır, saatda zamanı ölçən bir cihazdır deyə 1-ə C-Y, 2-yə A-D, 3-ə də B uyğundur. Və beləliklə uşaqlar, bu da bu sualların izahı, bilmədim nə qədər çəkdi və çalışdım ki, qısa izahlar verim, yorulmayası videoya baxmağa. Sağ olun uşaqlar, uğurlar.